Bugün Brawl Stars'ta oynayacağımız karakteri hərf çarkı belirləyir. Hər uduzduğumuzda -6, -7 və yaxud -9 kupa çıxacaq. O zaman videomuza keçək. Hamınıza salam dostlar, mən Omar kanalın ilk Brawl Stars videosuna hamınız xoş gəldiniz. Bugün nə edirik? Bugün introdan da yəni videonun əvvəlində gördüyünüz kimi oynayacağımız karakteri hərf çarkı belirləyir. Yəni hərf çarkından çıxan hərflə karakter seçib oynuyoruz dostlar, bu kadar asan ve bunun da cezası yani uduzsaq o həmin karakterlə seçib oynayıb uduzsaq sonuncu olmalıyıq, yəni mən 10-cu olmalıyıq belə deyim. 10-cu olmalıyıq və bu mənim üçün pisdir, yəni kupa çıxır və bu mənim üçün niyə pisdir? Çünki gördüyünüz kimi 42251 kupam var. Yəni mən kupa kasmaq istəyirəm yaxında. Yəni 7-8 aydır onsuz da oyuna girmədiyimə görə, yəni həm oyunu yaddan çıxarmışam, həm də yəni kupa kasmaq mənim üçün çətin olacaq. Amma əlbəttə ki, bunu eləməliyəm. Yəni mən bunu istəyirəm açıqcası. Bana nə amına koyayım? Və sizlərlə bərabər kupa kasmağa fikirləşirəm. Belə istəyirsinizsə tez keçək çarkımıza, çarkımızdan çıxan hərf ilə karakterimizi seçək, oyunumuza başlayaq. Və hərfimiz M-dir. Yəni M hərfindən bilirsiniz çox bir karakterlər var. Deyimdə Mortis, daha da çoxları Meg falan filan. İstəyirsə keçək, karakterimizi seçeyim, ondan sonra oyunuma. Və gördüyünüz kimi artıq oyunumuzdayıq, oyunumuzu açsıq təzədən. Deyirik karakterlər seçmə qismına. Buradan ən çox kupa yox, belə deyim də, ad olaraq seçirik və burada gördüyünüz kimi Amber, nə bilim, Angelo falan filan, Ash, Barleyzad. O şimdi belə gedir və buradan biz M olan karakterləri seçəcəyiz dostlar. Ciddi misin oğlum? İstəyirsə bir dənə tez buradan gedək. Bax, məsəl üçün burada gördüyünüz kimi M karakterindən çox karakter var dostlar. Məsəl üçün Maisy, nə bilim, Mandy, Mandy ya da Max, Meeple zad, Melody zad, option Miko, Moy, Mortis. Və mən dostlar buradan ən popüləri olan Mortis seçmək istəyirəm. Bilmirəm niyə, amma Mortis məncə daha çox yaxşıdır. Amma bir şey deməyi unuttum ki, mən Mortislə heç oynayamıram. Yəni biraz bot deyə bilərsə, amma yəni mən oynayamıram. Bir də yəni burada deyə bilərsə, burada Meg olmalıydı axı M hərfi ilə. Burada Meg gördüyünüz kimi məndə açıq. Məndə 7 dənə karakter açıq deyil. 6 dənə oyunda olan, biri isə təzə əkləyəcək karakter olan Num idi. Bunu da baxacağız dostlar. İndi isə keçək Mortisimizi seçək gördüyünüz kimi. Mortisimizi seçdik. İstəyirsə tez oyunumuza keçək. Və oyunumuza başladıq. Güclü adamlar var oxşayır. Biz amma yenə qarşı pəs etməməliyik. Qaçdı qarşı, o qaçdı. Tez bunları alaq, yükümüzü alaq, bir yükümüz. 7600 candır. Dediyim mən -6 və ya ucuzluğumuzda -6, -7 və ya -8 al. Bu nədir? Bir dənə yan. Ay. Dedim ki, yəni botuydum. Elə bunu deyəcəydim indi. Ucuzluğumuzda mən niyə -6 və ya -7 və ya -9 kupa çıxmaq zorundayıq. Mənim gördüyünüz kimi burada indi çıxaq göstərim sizə. Dostlar benim ümumiyyətlə yəni heç oyuna girmirdim 6 ay yaxındır. Tamam. İnandım tamam. 4245 kupam var. Kupa çıxmasını istəmirəm. Ona görə yəni belə bir dənə challenge qoydum özümə. Belə M-lə yəni M hərfi ilə başarısız olduq. Neyi başaramadın amına koy? Tez gedib 10-cu olaq. Üstəl yəni neçə bəyək neçə çıxdı biz dostlar. Savaş günlüyünə girək. Bu bəyək ki idi. Bizdən gələr yəqin ki. Bura gələcək, məncə yəqin ki, -8 kupa çıxdıq gördüyünüz kimi. Mortislə oynadıq və -8 kupa çıxdıq. Bu çox pisdir bizim üçün. Üstəlik hələ -10 da çıxacağız. -10 yox, ya daha doğrusu sonuncu olmağa çalışacağız. Şimdi sən nanə yemədin mi? Bunu Mortislə eləmək istəmirəm. Mortis çox kupadır dostlar. Ya da Mortislə edək, sonra deyəcəksiniz ki, ay kurgudu murgudu, yəni niyə Mortislə eləmirsən zat. Hile kesin hile. Ona görə elə Mortislə edək dostlar. Tez Mortislə uduzmalıyıq. Tövbe estağfurullah. Dostlar internet biraz problemlidir, çox üzr hesab edin. Beni qarşı mən öldür, bax sənin cumuram ki öldür. Qarşı bizi öldürməlidir və 9-cu olduq, 10-cu yox, üzrlü hesab edin. Amma mən nə qədər bu üzrlü hesab edin sözünü dedim. Sən bildiyin malsın. Burada göstərim 6 kupamız çıxdı, yəni sonuncu olduq belə deyim. Ya 6 ya 7 ya da 9 kupa çıxacaq dedim sizə.
14 kupamız indidən çıxdı. Çox pisdir mənim üçün. Çok da yarağımda. İndi isə keçək digər hərfimizə və karakterimizə. Və çark çeviririk dostlar. Baxaq hansı hərf gəlir, biraz onu. Və bu hərfi gəldi. Baxaq V ilə olan hərflər varmı? Dostlar, indi hərfləri adlara qoydum. Gördüyünüz kimi buradan başlayır. Zad, B, buz, nə bilim, K, yəni ingiliscələr K olaraq keçir. Dostlar, V hərfi ilə karakter yoxmuş oyunda. Təzədən çark çevirib yeni hərfimizlə oyuncumuzu seçib, karakterimizi seçib oyuna başlamaq istəyirəm. Pox yiysən. Və çarkımızı çeviririk. Baxaq hansı hərf gəlir. İ hərfi gəldi. İ ilə şey yoxdur axı, elə bil. Və dostlar, buradan yenə gəldik bura. İ hərfi ilə baxaq hərf var mı? Buradan biraz altdan başladım. Altdan baxaq var. Görürsünüz, burada yoxdur. Bu i'lər zad yoxdur burada. Və i hərfi ilə hər karakter lazım. O da yəqin ki yoxdur. Mən bildiyim qədərilə yoxdur dostlar. Yəni yoxdur. Təəssüf, 2 dənə hərf V ilə i hərfindən karakter yoxmuş. Baxaq görək hansı hərf gələcək var. Dostlar, yenidən açdım buranı gördüyünüz kimi. Z hərfi ilə bəlkə olar, da bilmirəm amma. Və təəssüf ki yenidən. Elimizde yok. Elimizde yok. Elinize vereyim o zaman. O yok, bu yok. T hərfi çıxdı dostlar. T ilə məncə var deyə düşünürəm. İndi baxaq da yenidən. Tara, bəli, Tara var, Tik var. Gördüyünüz kimi elə bunlardır yəni ki, ona görə Tara'yı seçib oyunumuza başlayaq. Və Tara ilə oyunumuza giriş elədik gördüyünüz kimi. Solda Dynamite var deyəsən. Amma o bizdən deyəsən qasır qarşı. Biz bu tez yükü alaq. Dynamite get də qarşı get. Burada bir dənə yük var. Bunu tez alam. 7500 canlı. Və burada Colt var. Colt Dynamite deyəsən Colt'u öldürməyə çalışır. Bu bizi deyəsən burada pusur. Bizi vurmaq istəyir. Alaydan. Oğlum sakin ol lan. Bir dənə şey eləyəcəm. Hiləlik. Senin kafanı sikeyim. Gel bura qarşı, gel bura. Hadi lan buraya kaçma. Gel. Bir dənə canlı var. Dostlar, ilk oyunda beynimdə botlar ola bilər. Amma yəni botlarla girməmişəm mən. Online tək hesablaşma girmişəm. Gördüyünüz kimi bu Dynamite özündən çıxır, yəni bu oyuncudur. Ay. Bıktık ya. Üçüncü olduq, amma yenə də yenildim deyirik burada. Amma biz burada da yenə də qazandıq. 4-cü olduq gördüyünüz kimi. 5 kupamız gəldi. Yəni məncə mən bunu qazanmaq olaraq sayıram. Onda keçək digər hərfimizə. Digər hərfimizə keçdik dostlar. Yəni o zaman dostlar yenə adlara girdim, yəni az karakterlər girdim, adları seçdim buradan. İndi buradan L-ni seçmək tapmalıyıq. L 100% var deyə düşünürəm. Ya Lo var, Lola var, Leon var. Leon oynamayacağım, 1000 kupadır. Yəni buna toxunmaq yoxdur. Lola ilə oynayacağım, Lola ilə. Və gördüyünüz kimi oyunumuz başladı. Bir dənə tez emojimizi çakaq. Birinci yükümüzü alaq. Biz əslində yaxşı yerdə başladıq. Çünki yüklər düz solumuzdadır. Merhabalar. Dynamite geldi. Ala Diyan'dan ala. Bir sal beni ya, bir sal beni ya. Ve uduzduğumuza göre en sonuncu olmaya gelirik. Yani Lola ile giririk oyuna 10-cu olmaya çalışırıq və 9-cu. Yəni sırası bizi, yəni adamlar quca yedik qarşı məni. Oha, ne diyor? Neyse tez girək oyunumuza, ölək. Sırası 10-cu olaq bir də. Yəni beynində bu bizim cəzamızdır. Və yəni Shelly'in, yəni gedəm ki, amma qarşı öldür də mənə. Hətta vuram ki, qarşı öldür, qan vursan sən. Və məni öldürdü, 10-cu oldum. Neçə kupa çıxdı, bir dənə tez baxaq. 3 kupa çıxdı, pis oldu əslində bu. Çünki Lola 500 kupadır və 3 kupa çıxır. Heç nə olmaz məncə, yəni bunun
problemi yox deyə düşünürəm. Əslində 10-cu olmalıydıq deyə bir qaydaydı, amma yəni mən beynimdə -6, -7 və yaxud -8 dedim, 9 dedim. Amma yəni ən sonuncu olmağa çalışmaq. O karakterlə gedirik, ən sonuncu oluruq. Belə. İndi isə keçək digər hərfimizə. Və hərf çarkımızı çeviririk dostlar. O hərfi ilə o ilə və oyunumuza keçdik dostlar. Baxaq o hərfi ilə hansı karakter var? Otis var, Oli var gördüyünüz kimi. Yəni 2 dənə karakter varmış. Mən burada dostlar Otis seçirəm. Otistik yox, Otis. Çok mu komik? Və oyunumuza başladıq dostlar. Otislə abi internet ay. Ya sabır amına koyayım ya sabır! Allah oyun getmir qaqa. Bu qədər pis internet ola bilərmi ya? Bir şey olabilir mi ya? Ya böyle bir şey olabilir mi ya? Uduzdu ala gəldi Max bizi öldürdü. Bu nədir? Dostlar mən bunu saymıram, təzədən girəm çünki yəni bu həm də haqsızlıq olar mənim üçün məncə deyə düşünürəm. Ona görə təzədən girəm oyuna. Və yenidən girdik oyuna. Sağımızda kim var brat? Sağımızda Spike var. Yəni tez biz yükümüzü alaq bu gəlmədən. Gələ bilər açallıqdan. Çünki o aşağıdakı çallıqdan gələ bilər dostlar. Məncə artıq gələnməz. Ona görə bu yükümüzü tez alaq. Və 3 yükümüz olsun və 8 insan var. Mənlə birlikdə. Hələ ki normal gedir oyunumuz. Amma biz hələ belirdə içəri doğru getməmişik. Burada bu karakterin adını yaddan çıxartdım. Ember deyil, yox Ember deyil. Oyunu çox unutmuşam. Dostlar ciddən deyirəm. Yəni artıq heç bir oyuna girmək istəmirəm. Və yəni benim Brawl Stars'a heç girmirdim də 7 aydan çoxdur yəni girməm 6-7 ay. Yaşayək. Mən bunu alacağım. Bu sağdakı gəlir məni öldürür. Mənə pusu qururlar. Tezgah lan bu. Tezgah lan. Nə alım? Luka adı. Luka. Diyan deyilşən. Diyan. Luka gəl bura yürüm. Luka Modric sən. Bak ben bu çocuğu Qardaş 5-ci olduq. Çox pis. Amma yo 6-cı. Amma qardaş qazandıq. Yəni uduzmadıq. Ona görə də dostlar heç bir kupamız çıxmır. Keçək indi digər hərfimizə. Bir dənə tez çevirək dostlar çarkımızı. D hərfi ilə dostlar məncə var karakter. Dynamite, Dog, Daryl, Zad bunlar var. Mən burada Dog'la yaxşı oynayıram. Ona görə Dog'u seçirəm dostlar. Dynamite yox, Dynamite 700 kupadır. Amma yəni burada beynimdə şey eləməyəcəm, hilə deməyəcəm. Yəni niyə 700 kupayı seçsəm? Mən ondan oynayamıram və videonun zevkini azaltmaq istəmirəm dostlar. Ona görə Dog'u seçəcəm. Yəni Dog'la normal oynayıram. Dog'umuzu seçdiyimizə görə keçək oyunumuza. Və keçdik oyunumuza 9000 canımız var. Dog'la birlikdə oyunumuza girdik. Sağda da Dog var. Adı özə türkdür deyəsən, barışdır. Bilən onu öldürək. AFK'dır. Aşağıda isə tik, bəlbəl tik var. Yəni tez Dog'umuzu öldürək. Qarşı üzüllü hesab elə də. Burada baz var. Bazın 5 yükü var. 10.640 canı var. Ama oha ya. Oha. Hema var. Davay. Gir. Gəl qarşı, gəl. Hara qaçsan, gəl. Gel lan buraya kaçma. Gəl görün bura. 3 nəfər dostlar ortada buldu demək. Ulti yığır deyəsən cumacaq üstümə. Aha. Başlayan ay. Ay ananın amına koyayım ya. Ay. Bu qədər. Dostlar gördünüz ya onlar bir-birini qırdı. Mən də belə deyim də. Gözləyirdim Mamet axtarma sözünüzü görəcək videoda. Aynen. Mamet axtardım bir dənə şeydim. Mənim yanımdan çıxdı ki, mən öləndən sonra təzə yəni dirilmək vardı. O əri mənim yanımdadırsa. Dirildim qarşı bir dənə öldürdüm. Fisoda yəni qazandıq. Gördüyünüz kimi 10 kupa kazandın deyir. 10 kupamızı aldıq və 42.251 kupamız oldu. Gördüyünüz kimi az kastıq amma yenə də yəni challenge'ımız onsuz da buydu. Yəni uzduqsa 10 kupa və yaxud 6 kupa və yaxud 7-8 kupa çıxacaq. Əgər qazandıqsa heç nə qazanarıq bu qədər. Ümid edirəm videomu bəyəndiniz dostlar. Yəni bədiyimdə onu da açıqlama verdim ki, videolar nə üçün gəlmir. Yəni belə
Bundan sonra daha çox videolar gələcək. Videomuzu bəyənməyi, kanalımıza abunə olmağı və bildirişlərin tümünü açmağı unutmazsanızsa çox sevinərəm dostlar. Və hansı oyun, bundan sonraki oyun videosu hansı oyun olsun, aşağıda bildirişlə nə edələ, aşağıda yorumlara belirtmeyi unutmayın. Belə heç nə. O zaman çox sağ olun, salamat qalın, sağ olun.